Hamınıza salam dostlar. Bugün dostlarımla birlikte Stella oyunu versi oynuyoruz. Azil ise bu oyun hakkında məlumat verəcək. Stella Universe yani Türkçe bir evrensel demektir. Oyunu Türk insanlar yaradı ve oyunda gördüğünüz gibi base'ler var. Oyunda pulsuz Galaxy base, 10 sıxı pul, yani en yaxşı modudur. Modu da bir iki admin panelli olur ama bu oyun 10 sıxı pulunuz olur ama admin paneliniz olmur. Galaxy base'iniz olur ama admin paneliniz olmur. Oyunu o üçünü en top birliği yaradı. Oyunda hələ ticket yoktu ama oyun əladır, kodlar, her şey ama kopyalanıb. Ama oyunun admini o kadar akıllıdır ki öz-özündən Brainrot'dan alınmış farklı tür Brainrot'lar yaradır. Məsəl üçün, gələk mənim bir də bezmə məlumat verək. Headless Turkeyman, Headless Horseman'dır bu Brainrot'un əsl adı. Bu adamlar Türkçəli olduğu üçün bu Brainrot'ları özü tasarlamış olur. Və oyunda baxın Rubrico əslində belə bir Brainrot deyil. Rubrico bir yanında Rubrica and Rubico'dur. Ama Rubrico var. Bu oyun yani məntiqli bir insanlardan. Mesela Los Narvalas bu kadar. Oyunda Mara Madugudun var, Garama var ve Itmer Top ve Goldor Kart var. Çoxu şeyler yani məntiqlicə kopyalanıb ve gələk Eganın base'inə. Egaca. Ondan önce şimdi bunlar Lucky Block'tan sadece Lagrange çıxır. Yani en az seviye Lagrange'dir. En çok seviye Jack ve Dragon'dur. Bunlar da adminin base'indən gələn Brainrotlardır. Yəni üst qata çıxaq. Gəlin. Üst qatdakı Lagrange, AD, Çahur çox dəyərlidir. Adminin base'indən gəlir. Salamini Penguini bunlar da əvvəllər oyunda bir dənə kapasite var idi. Ona bastığımızda random Brainrotlar gəlirdi. Adamlar oradan kasırdı ve üst qatda boşdu. Şimdi gedək Mirinin base'inə. Taco base olması çünkü oyunda kodlar hissəsi var. Bu sual işarəsi də yeni bir şey deməkdir. Və Brainrot marketə elə əvvəllər burada stok yazırdı. Məsəl üçün 100 dənə Samini Spiderina. Amma burada artıq farklıdır. Jack ve Please My Present farklı Brainrotlar var. Her şey. Ve bura gələk. Bəli, Eqanın göstərdiyi kimi bu oyunda Maramed Madungudung düz deyil. Maramed Madungdur indeksi götürə bilər. Maramed Madungudung əla bir Brainrotdur. Çünki Maramed Madungudung bir ara TikTok'da 6 milyon like alan bir insanın sözüydü. Ve oyun o vaxtlar 101K oynanmıştı. Oyunda 3-4 tane Brainrot var ama 1K. Oyunda 2 tane base yeri var, Rabbit var. Ona kopyalanmıştı. Yani uşaqlar, her sözün konkreti, yani eğer oturup düz danışsak, Roblox'un yarısı Brainrot'dur, sizler Brainrot'dan kopyalanır. Ve burada koddan gəliyib, Manipa gibi biraz böyük olabilir. Mirgit Maraman gökdə. Alacağım. Və indi gələk. Sonra Ventelero, Spinero falan filan. Statımda Dragon var. Və oyunun OP time'ında cəmi 45 event gəlir. Bunu da yadınıza salın. Oyunun eventləri əla olur. Dragon gəlir və bir Cerberus. Bu arada Cerberus aşağı düşüb qiyməti. Nasıl olub yəqin? Oyun bug'dadır uşaqlar. Dragon qiyməti 2,1 bu idi, o da aşağı düşüb. Uşaqlar, ya admin boost'u azaldıb ya da oyunda bug'lar olabilir bəlkə. Olabilir. Gördünüz kimi, bax, yox, uşaqlar. Səsimi açdım. Bəli, Ega da burada. Ega salam de. Salam dostlar. Chat'te yazmışdım. Ya indi gəlin mənim base'imə baxaq, Mir hardasan? Gözlə bir dəqiqə. Bunu koyun. Yəni oyunun admini çox məntiqli bir insandır. Ekran sürəsi olan bir insandır. Və gəlin mənim base'imə. Oyun getdi, gözlə görüm. Oyun bəzən gedə bilir, üzdürürsən, yəni video kalitesi ola bilər. Bəli, baxın, oyunun adminin bunlar bu Golden Car, Hellas Turkeyman, bunların çoxu Fuse'dan alınıb. Lakata bu Halloween şeydən gəlib. Lost Premier, Rubrico əvvəllər Secret idi, indi boost alıb, Qarama. Bu Cerberus'u görüb səhvəli verirdi. Baxın, sonra Köpak var, gəlin qartınaqda. Bu koddan gəlib, Hopelika akonası. Fuse Ticket'də indeksdə girmir. Orada ən dəyərli ikinci, yəni indeksdə girmir. Gözlə, girdim. Orada Fuse Ticket Brainrot var. OG ən az verən OG idi. Saniyə 1 verir. Admin bundan bu. kullanılmıştı. Baxın. Və uşaqlar, oyunun ən dəyərli eventlərindən biri Miyavla.
Cerberus. Cerberus. Kaptan Sonra mobil. o oyun adminin en sevdiği evet Megatito. Çok şirindir deyir orada olanlar ve telefonları. Rainbow. Oyunda da bir sürü oyunlar var. Burada paltacan maşını var. Tabii kızafa değil. Adını bilirim ama Nerede? Ha. Lavadaki Finito. Biz ona Sonra, paltarlamışsın dedik. Ama Kaptan mobilde meyveler de var. Ve ilk oyunumuz buydu. Gelin aşağı düşək və oyunumuza puan verək. Bəli. Əzizim. Elə. Və utan halımızı ağlayıq quş. Çıxaq Gəlmə. yuxarı və oyunumuza puanımızı verək. Qaqa Mənim özünüz puanım hələ tək deyil. Birinci mən, ikinci Ega, üçüncü Miri. Peki. Mənim puanım oyuna 9'dur. Ega sənin? Mənim puanım ay bilə. Mənim On puanım 10 üzərindən 9 olar. Mən də 9. Bəli, hələ ki oyun 18 xalı var. Baxaq görək. Dokuz. İri müəllim nə qədər verir? 9. 9. Və hələ ki birinci yer olan 9 xal ilə Stella yuvarlaqlaşdırıb verir. Yəni nə qədər var, üçə bölürük, sonra da yuvarlaqlaşdırırıq falan. Bəli. İlk oyunumuz bizdən 9 xal aldı və indi keçək digər oyunumuza. Şu an bu arada Steel Üniversiteye bazı eventlərdə də video gələcək. Tək bu yox, Steel Brainrot və cürbəcür oyunlarda. Şu an mənə qatılaq, xahiş olunur. Və çox dəhşət abartı alan, ən sevmədiyim Hə, düzəldi. Hə, bildim asıdır. falan üzülürsən, yəni bug ola bilər, çox üzülürsən. Və Oyunu mən çox sevmirəm dostlar. Mən də sevmirəm. Uşaqlar, indi gəlirik, hər kəs kasasının əziyyət olmasa, bəli, Wells, Mirror'da, Ega müəllim görüşürük. Mənlə bağlantı kesildi yazdı. Gözün yerindən bağlandı. Okay. Uşaqlar, biraz gözləyək, əziyyət olmasa, üzülürsən. Ona qədər bilirəm, oyun haqqında məlumat verim. Oyun keyboard oyundur. Keyboard oyunu, yəni burada klaviaturaların üstündən gedirik və fərqli cür levellər keçirik. Bəli, Aştaman Kirəki, Balerina, Cappuccino, burada da challenge var və Ega da oyuna katıldı. Oyunda gördüyünüz kimi burada Afrika qalıb Diyanma hız kasa bilərsiniz. Və yaxud da bu, burada 3x amma Robux qarşılamalısınız. Və Xutayır, Miri, xahiş olunur yanıma gəl. Gəldim. Burada Babylon dünyası adminin öz dünyasıdır, amma adminin öz dünyası bərbaddır. Ona görə birazdan gedərik. Və burada fərqli cür əşyalar var. Gəlin indi Babylonun dünyasına gedək. Miri, buraca teleport ol. Uşaqlar biraz zürü sayın. Yəni ekranda delta yazısı ola bilər. Çünki mənim deltam var. Yəni o yazı mane ola bilər videoya. Mən deyəsən silmişəm. Yəni, görürsünüz, adminin başında T7 yazır. Admin, nəsə, uşaqlar söz deməyim mən. Deyəsən, mən deltanı silmişəm. Çünki Bəli, görürsünüz, oyun dəhşət kopyalanıb. Burada parti yeri var. Şöyle parti yeri çöktü, inanmayın. Yəni 23 milyon adam oynayıb. Dünya rekordu deyil təbii ki də. Roblox'da tek dünya rekordu 27.5 milyon adam oynanan Steel Brainrot eventidir. Bunu yadınızda saklayın ve heç bir dolandırıcılara inanmayın. Gelin. Burada gördüğünüz kimi adminin dünyasını mən görmüşəm. və burada biz görmüşük və burada tumbala edirik Ega müəllim, Mir müəllim və mən. Dışa parkurdur və keyboarddan həzz alırsınız səsinə və orada ses yerindən səslər də dəyişə bilərsiniz. Mənim ən sevdiyim çikolatadır. Baxın, burada da böyük ayrıntı var. Miri, biraz tez gəlsən bura əziyyət olmasın. Mən bir dəqiqə səsini artırım, siz səsini eşidin. Yəni belə bir Burada da səs. topu bantlarından istifadə edə bilirsiniz. Belə bir səs çıxır uşaqlar. Fərqlidir. Və burada da admin deyəsən nasıl olub və burada no. Heç bir şey dəyişmir. Sadəcə 1 verir. Yəni eynidir. Sadəcə admin biraz nəsə. Adminin Və burada nickname'i da bu. adminin öz avatarı var. Selam admin, nasılsın? Nasıl? Buran keçmə, bir levelimiz tatmın. Və oyuna indi gedək ikinci dünyaya, bir də geriyə qayıtmalıyıq. O, nəsə, mən özüm aşağı atıram. Mən də. Və indi hara gedirik? Biz ən birinci dünyalara gedək. Bura gəlin. İkinci dünyaya aşınlaraq.
3, 2, 1 və teleport oluruq ikinci dünya. Uşaqlar, yəni bu disko və partilər sadəcə admin gəlir, parti verir, mahnı qoşur. Yəni 23 milyon adam oynar, amma keyboard oyunu yəni dəhşət abartı bir oyundur. Yəni bu oyunu oynayan ağılsızdır. Sadəcə admin girir, TikTok hesabı var. Yəni Secret Loki, yəni istəsəniz yaza bilərsiniz. B buna da var. Öz üzünü falan paylaşır və oyuna girir. Cürbəcür ancaq random adamlarla milyoner gedir, hackləyir və s. Bir ikinci dünyaya gəlir. Bunun pis bir yeri bir sənin nədir? Ən sevmədiyim yəni. Bu oyunun mənasız bir oyun olması. Yəni keyboard oyundur, belə səs çıxardır, sürət verir adam. Mən o qədər də çox Bana xoşlamıram. nə var? Öz gedim kompüterlərə vurun da. Baxın, məndə kompüterdir. Vururam, eyni səsdir. Nə fərqi var? Çok götürün. Yəni mənə həm də bir şey satmır ki, çox mənasız bir oyundur, amma bu oyunu çox adam oynayır. Yəni hamı onlayn. Mən hər an videodan çıxa bilərəm, ayrıla bilərəm. Çünki internetimiz biraz zayıfdır. Usulü sayın. Çoğlar, mən kapımazı göstərəm biraz yat. Ben kısaya katılmışam. İzah edeyim, mən gözləməyin. Çoğlar, mən sizi dostlarımı göstərəm. Birisi göstərəm, haradasınız? Eyni serverda deyilik. Aha deyilik. Ha? Ama dünyaya girəndə o ayrı server atabilir. Çoğlar, 9 lütfen, yəni gecikəbilirik. Çoğlar, konser var, mən kullanmıram. Dünya 2'ye basılan deyir ki, ışınlanma başarısız. Ega, çıx təzədən mənə katıl, çıx katıl mənə. Ben Çoxlar, katılıyorum. yəni oyun dəhşət abartıdır. Oyunu oynayanların ağlı, məntiqi sıfırdır. Mən burada heç mən demirəm oyun oynamayın. Sadəcə bundan nə həzz alırsınız? Parkurdur da nə qədər obi oyunu var. Gedin obi yazın. Qabanıza minlərlə oyun çıxır. Kopyalanmamış. Keyboard oyunu obi oyunlarından kopyalanmışdır. Nə qədər keyboard oyunu var. Yəni keyboard oyunu kopyalanıb. Nə qədər rahatlatıcı keyboard oyunları var. İstəsəniz bir baxa bilərik. Ben yetdiğinde biri bakın parkurdu da ne parkurdu ki? Tumbalısan. Ben ses Nasıl yani. öldürme? O ses Çoğlar, de gəlin oyunumuza puanımızı verək. Gəl, Biri mən. yanıma gəl. Ega. çok vaxt Ega sen de aparmıyorum. katıl bizə. Çok vaxt aparmıyorum arasında. Puan verim, mən ona gidəmirəm axı, biraz gec girəcəm, mən buradan puan verəcəm. Okey. Çoxlar, bəli, mənim oyuna puanım 3 eventinə görə. Qaqa mən də 3 verirəm. Çox pisdir. Eventi yaxşıdır bir dənə. Var oyun normal çox. Ega mənim bəs sizin puanınız? Mənki deyim, vallahi 2. Heç sevmirəm. Bəli, ən bərbad puan məhz keyboard oyunundadır hələ ki. Bizdən aldıq hal cəmi 3'dür də. 6 yox 8'i 2 üstə böləndə uşaqlar biraz məntiqimiz 2.5 falan 2.5. Ha 2.5. İnşallah digər bir oyunumuza keçək və vaxtında Slobrerovdan dirəşən 20 milyon aktiv olan Grove Garden. Grove Garden. Uşaqlar bu arada Grove Garden'ı çox sevirəm. Oyunudur. Yəni gələcək nəsillər üçün önərilən bir oyundur. Oyun Slobrerovda yaxşı şey odur ki, pul çox bahalı robotlu şeylər yoxdur. Nədir? Sonra özəl server pulsuzdur. İnşallah bir dəqiqə serveri açım. Gəlin. Uşaqlar bu arada mən bu Grove Garden'ı sevməmişim. Dördüncü oyunumuzu mən qərar verə bilərəm. Mən də bir dənə Stella Brerotman əlaqəliyəm. Ondan kopyalanmış bir oyun. Olaraq. Hə, bəli, olar. Uşaqlar bu arada Və uşaqlar hə de. Grove Garden oyununa daxil oluruq. Uşaqlar Grove Garden'ı Oyunda toplar var və çox qorxulu şeylər var da. Yəni bir ara biz biri ilə Tall Bacon hiləsi var idi. Onu eləməyə çalışırdıq, amma çox qorxunc idi. Həqiqətən bir yerə gizlənməlisiniz. Tall Bacon sizi tapmalı. Yəni oyunda dəhşət çox gizlən var və admin bunu bilərəkmi qoyub, bilməyərəkmi? Tall Bacon bunun dostudur, o nədimi? Və yaxud da fake bir şeydirmi? Uşaqlar. Gözləyim bir də, avatarımı dəyişirəm. Ola bilər, deyil. Uşaqlar, məndə də oyun baqa girib, üzürü sayın. Nəsə bu oyunun bağı çoxdur. Hayır. Mənim baxçam belədir. Yəni oyunda heç nə atılmıyor, heç nədən çıxamıram. Aha animasiya. Hə, düzəldi. Və uşaqlar oyunumuza daxil oluruq. Mənim baxçam çox qəşəngdir. Uşaqlar, bir dəqiqə işim var, bir dəqiqə. Uşaq deyərkən ağzı yanılmadı, çox normal dedi.
Uşaqlar, yəni biz Azillə bu oyunu çox əvvəllərdən oynamışıq, qad oynayıb, hamımız oynamışıq. Yəni baxın, benzərimizdən artıq anlandı. Mən görə indi biraz mırtıq qalmayıb. Ola bilər. Və uşaqlar, gəlin indi oyunumuza puanımızı verək. Yəni danışacaq bir şey yox. Oyunun adından bilinir ki, Grow Garden bir bağça yarat. Yəni biz həyat Oyunun qurmuş. mənim oyuna puanım bir ara 20 milyon oynanan və hazırda 39 min oynanıb bir çöp yığınına düşən bir oyunumuza bizim puanımız təbii ki neçə olar? Mənim 7. Mən 6 verirəm çünki çox, yəni yaygınlığı bitib, həm də marağı qalmışdı. Yəni ona görə 6 verirəm, amma xoşladığım bir oyundur. Bəs sənin xanım neçədir bu oyuna? 3. 16 qalan 16-nı da 3-ə böləndə 5.5. Bu oyunda əvvəl mənim yaxşı bağçam var idi. Bağçamın belə olduğuna baxmayın. Çünki uzun zamandır girmirəm deyə bağçam ta sıfırlanıb. Bağçamda hər şey qaçıq idi. İndi keçək 4-cü oyunumuza. 4-cü oyunu mən qərar verirdim. Hə. Fərqi yoxdur. 4-cü oyunu ağzından biz oynayırıq. Deyəsən midi də oynayırıq. Bu oyunda mənim bütün hər şeyim nəsə olubsa sıfırlanıb. Hafta oyun. Girin görəsiniz. Dünya şey. Evet, anladım uşaqlar. Bu oyun Azil. Mən də bir dəqiqə zürü sayım. Kompüterdə biraz şeydə ağappaq olur, görünmür. Uşaqlar, Azillə mən demək olar ki, bu oyunda Azil o bir bəlkə olaraq da, yəni bazı adamlar tanımır. Baxın, mənim bezim belə deyil idi. Midi gəbə mənim bezimə. Gözlə bir dənə delta yazsın, bağlayayım. Valla bir brain rotası olun. Yəni bu oyun deyim necədir? Bu oyun əvvəlcədə bir brain rot oluydu. Uşaqlar, oyun adı dəyişdi. Bu oyunu mən Azir sayəsində kasılmışdım və amma nəsə olursa bütün bezim sıfırlanıb. Baxın. Mənə də işlət Oyun lazım. haqqında məlumat vermək istəyirəm. Əziz qardaşlar, əziz olmasa biraz sakit durarsınız, oyun haqqında məlumat verim. Oyun necə? Çıldıracağım. Bezimə baxın. Bezim belə deyil idi. Bir dəqiqə sayıqda yapıram, qəbul elə. Uşaqlar, oyun anında da göründüyü kimi bir brain rot olmağa çalışırıq və bu brain rot olduğumuzda brain rot oluruq və orada cürbəcür adamlar var. Onların bezinə gizlənib və oradakı ən dəyərli brain rotları alıb oradan qaçıb, pul qaçıb, cürətimizi daha da artırmalıyıq və sonra da gedib başqa cür adamların bezinə, daha cüccə adamların bezinə yetməliyik. Mən bu oyunda hardasa Azərbaycan profildim, amma onlar da gerdə qaldı. Miri, gəlin mən bir daha bezimi göstər, Miri. Başı salımda oyunum. Oyunda cürbəcür brain rotlar var. Məsəl üçün, Exotic iShow Speed. Bunu özlər iShow Fast, bunları özləri düzəldib və cürbəcür brain rotlar. Bezimin levelini yüksəltirəm mən burada. Yetərincə. Gəldi, görürsünüz. Uşaqlar gözləyin. Gəlin. İkinci mərtəbəmiz də var. Hamımızın bezini göstərməli. İndi vaxt çatmaz. Belə göstərirəm mən uzaqlaşdırıb. Baxın, TikTok'u var, o idi. Yəni Azilin bezi də çox qəşəngdir mənimkidə. Mən ilk dəfə Azili öyrədib bu oyunu. Yəni öyrədib deyəndə Azil mənə petlər verdi, güzləndirdi. Mən də onun yolunu davam etdirdim, daha da güzləndim. Nə bəncə hazır verir petləri? Mən burada indi Buna yüksəldim. Mən bu oyunda 100 milyon hızım var idi. Lava darikdo. İndi nətədir? İndi 7-8 milyon. Gerdə qaldı onda. Nəsə oldusa sıfırlandı bütün beyzim. İndi oyun mənim Biraz oynadı, bax orada çox durursan. Və Miri, gəl sənlə bir gedək, sən də gəl, sürə. Qaçmağı göstərək. Gəl, göstərək. Bax, görürsən, hər hansı bir random brain rot oluruq və bizi bir adam alır, bir tane orada göstərəndə fərqli bir yəni Semi, mən yəni əvvəl Semi alırdı, indi bir dənə gənə var, o. Uşaqlar, belə brain rotlar çıxır, bəzən OG çıxır, bəzən dəyərsiz çıxır. İndi bu mənə görə dəyərsizdir, ona görə geri qayıdır. Meow var burada. Uşaqlar. Yəni cürbəcür brain rotlar var və siz bu cürbəcür brain rotları alıb kasılmağa çalışmalısınız. Uşaqlar, oyunda çox farq var. Nədir, incə bir qapılım var idi, uşaqlar, indi oldu 87 trilyon. Yəni, dəhşət bak var, oyunda kasıblaşsanız, yəni, problem admindədir, admin. Please make this problem. Problemi düzəldin, xahiş edirik.
Uşaqlar burada da koşu boyutları var. Bizim Breyros bizi almamız, bizi admin alması için 50 milyon kız olmamız lazım idi. Və oyuna puanımızı verək. Mənə oyuna puanım çox oyundan kopyalandığı üçün 9-dur. Sizin puanınızı almaq istəyirəm. Mən 8 deyirəm. Çünki çox yaxşı oyundur. Mənim puanım 10 üzərindən 10'dur. Bayağı qəşəngdir. 8. Bəli, uşaqlar, məndə də qəşəngdir, amma keyboard oyunu, Grove Garden oyunu və bir çox oyundan kopyalanıb. Yəni, bəzən əməkləri gəlir. Və bizdən cəmi aldığı puan Gözgə. ən yaxşı olub 9 tam xalla birinci yer kimi 9 xal başqa kim idi uşaqlar? Stella Brainrot. Miri. Hə, Stella Brainrotda eyni xalı qazanmağı bacarır. Birinciliyi bölüşürlər onlar. Bəli, indi isə baxaq görək, bəlkə başqa oyunlar gəldi və oyunlar biz bəlkə bunları keçdik və keçək digər oyuna. Oyuna mən girəm uşaqlar, çünki mən prova eləmişəm, çünki Diamadan Brainrot oyunları və digər oyunları yoxlamağa çalışmışam. Uşaqlar, istəyirsiniz bir gündə, ayrıca bir gün ancaq silah oyunlarını ayıraq. Bəli, yəni Bunlar hansı oyun oynamaq deyirik, yorumlarda yazın. Bəli, gözləyim. bu oyun. Yəni heç bir narahat olmayın, bizə bir şey olur falan, yox. Oyunun səslərini eşidirəm. Təmin edeyim oldu ha yoxsa. Uşaqlar, nəsə oyunumuz belədir. Oyunda məntiq nədir? Burada gəlirik, güc alırıq. Bu güclərlə də gedib bankları qırırıq və bu bankları qırdıqdan sonra isə nədir? Gedirik bankları qırdıqdan sonra da şey eləyirik. Olmamışam ki. Ega, gözü tə Brainrot gətirmişəm. Çünki hər birimizə Brainrot gətirməmişəm. Midiyə vermişəm, indi Ega'ya verməliyəm. Hər birimiz güclü olaq və oyunun məntiqini göstərməyə çalışaq. Bankları qırırıq. Bankları qıra-qıra gedirik və Brainrotlar alırıq. Və bu Brainrotları da gətiririk, sonra pul kasırıq, sonra dostumuza və sonra nə bilim istəsəniz dostunuza verə bilərsiniz. Və oyunda Robux'u çox da şey yoxdur. Aziz, sunucudakı... Gəlin, indidən xalqımızı verək, gözləyin Ega'ya Brainrot verir uşaqlar. Sunucudakı ən zəngin oyuncu mənəm. Bana petimi ver. Hardasan ki? Ay, sunucudakı ən zəngin oyuncu mənəm. Helil. Nə qədər pulun var Miri? Mənim 230 sıxı. Mən bunu xərcləmişəm. Ega Cabra. Gözlə mən də xərcləyim. Ega unutma. Və bəli, Ega'ya Brainrot'umuzu veririk. Gəlin oyuna xalımızı verək. Mənim xalım 10 üzərindən 9'dur. 10. Mənim xalım, hələ bilmirəm, mənim xalım ortalardan 5. Çünki oyuna hələ ilk dəfə girirəm. Çoxlu oynayanda bəlkə puanım qalxdı, 10 oldu. Uşaqlara yolu da göstərin bir dəqiqə Ega nə uşaqlar. qədər verirsən? Ega indi nə qədər verirsən? 5. Yəni 5. Uşaqlar Amma baxın. oyun Və bizdən tam-tamına 8 xal alaraq 3-cü yeri keçdi. Və gəlin indi digər oyunumuza keçək. Olar, bu arada belə bir qaydamız var ki, hansı oyunu seçirsə seçin, oyun 1000 nəfərdən çox oynanmalıdır. Əgər oyun 1000 nəfərdən çox oynanmırsa, oyun populyar deyil. Bir-iki oyun seçilə bilər, amma digər oyunların heç biri populyar deyil. Ona görə xahiş olunur, normal oyunlar deyil. İndi mən katılım uşaqlar sizə Ega, sənə də Brainrotlar verim və oyunun məntiqini anlatmağa çalışın. Uşaqlar, bəzən istəyirsinizsə futbol oyunlarını da gələ bilər. Yəni futbol oyunlarını yoxlamaq. Bəli, bəli. Amma siz adını yaza bilərsiniz lütfən. Lütfən. Gözləyin Ega'ya Brainrot verir. Uşaqlar, oyunun konsepti budur. Sən başa sal. Stella Brainrot'dan kopyalamış oyunları test edirik bugün. Hə, uşaqlar, buradan sürət artıra bilərik, yəni pul ödəyib. Ega bırak. Buradan portalları alırıq, yəni Portal inkişaf alırıq. edirik. Sürət də çox olmalıdır. Çünki sürətiniz çox olmasa tam gedənmirsiniz aşağı. Və sonra görürsünüz ki, bu portaldan düşə-düşə hızınızı artırırsınız. Belə. Baxın mənə baxın. Burada hızınızı artırırsınız. Belə. Buradan da həmin o gücləndiriciləri ala bilirsiniz. Məsələn, Azilinki Void, yəni sıxılıqdır. Mənimki də budur. Galaxy. Vallahi artırdım. Mən hızım 160'dır. Aşağı düşək göstərək. Aşağı belə düşürsünüz, amma güc lazımdır. Yəni ona görə də özünüzü inkişaf Baxın, etdirirsiniz. yavaş yolla getdim, ən aşağı düşdüm. Görürsünüz, yəni siz də yavaş yoldan getməyin. Secret moddur bu.
secretlər. İndi bura secretdir uşaqlar. Yəni burada burada yəni brain rotlar olur. Baxın kozmik yəni secret. Burada kaval var. Yəni oyunun məntiqinin yarısı adminin özü tərəfindən yaradılıb. Və ilk dəfə belə bir xal verirəm. Hələ biraz oynayaq, məntiqi başa düşək. Sonra mənim ilk dəfə belə bir xalını görəsiniz. 10 deyil, narahat olmayın. Uşaq alırsınız, baxın bunların səviyyəsini artırırsınız buradan. Belə. Uşaqlar oyunun kodunu biraz vermişəm ki, yəni anlayın. Nəysə uşaqlar, bu oyuna bəlkə verək puanımızı. Yox, bu oyunda mən heç bir şey başa düşmədim. Tam olaraq. Azil, Yerə düşürəm dəyərsiz petlər. Puanımızı verək məncə. Uşaqlar, oyunun xalımızı verək məncə artıq vaxtıdır. Məncə də. Oyuna puanım 10 üzərindən 9,5. Mən 9 verirəm. Ega, sənin puanın? 9 yaxşı. Mənim puanım 10. Vallahi bayağı çəkdim. Ega qəşəng getdi. Xoşuma gəldi. Bəlkə də bu rekord ola bilər. Mir, sən nə qədər verdin? 9, 19, 28. Oyunun daha ilk günündən xoşladım. Miri, neçə xal verdin? 9 verdim mən. Sonra mən də 10 verirəm və oyun bizdən ən çox xal alan oyun oldu. Birinci. Və o 29-u üçə böldükdə yenə bu Allahın belası yuvarlaqlaşdırma gəlir. Üzürü sayın. Bizdən 9,8 puan alaraq tam puandan 0,2 xal arxada qalır. Və son oyunlarımıza girək artıq. Çünki mən belə bir şey görməmişəm həqiqətən və son bir 3-4 oyun qalıb. Çox həqiqətən əla bir oyundur. Yəni kopyalanıb, amma məntiq ilə. Bunu yəni bütün brain rotunu yaratırsınızsa məntiq ilə kopyalayın. Portal məsələsini özləri öz ağlı ilə yaradıblar. Yəni yəni brain rotda belə sıxıya qədər pullar var. Amma burada UD-yə qədər gedir. Uşaqlar, bu oyunun qəşəng yanı bilirsiz Siz nədir? mən katılım bir dəqiqə. Miri bizə sən də katıl bizə biraz yaz. Bu oyunun bilirsiz mənim nə xoşuma gəlir. Tsunami özlərindən yaradıblar. Sadəcə Stella Brain Rotdan biraz götürüblər. Və uşaqlar, oyun əla üstə əladır. Mən bu oyuna yəni fanatı kimi bir şeyəm. Uşaqlar, biraz üzrü sayım. Delta yazısı gəlir ekrana. Yəni o gedəcəkdir. Eqanın interneti zaman Ega gəldi. Ega gəldi. Uşaqlar, oyun internet edə bilər zırhdan dostumuzda. Uşaqlar, oyunun məntiqi budur. Problem olmuşdu. Eybi yox. Mən onu görmədim axı. Uşaqlar, bir də ki... Ega, oyun bitməyib hələ. Ega, səni gözləyirik biz. Uşaqlar, bir də bu oyun çox donur, yəni üzrü sayın. Yəni telefondan deyil, bu oyun çox donur ümumiyyətcə. Uşaqlar, yəni kompüterdə də donur. Həqiqətən kompüterdə belə işləmir də. Oyun elə bir oyundur. Oyuna adam girən kimi oyunu götürür məndə. Və bəli, uşaqlar, Ega, katılsan bəlkələrimizə nə olmaz belə. Oyunun tək problemi odur, yəni donmasıdır, başqa bir problemi yoxdur. Uşaqlar, donması falan, amma oyunda gördüyünüz kimi fuse şey var. Fuse nədir? Məsəl üçün mən sizə risk alaraq 63 K-lıq brain notumu qoyuram. Bura fuse bir də brain not qoyuram. Sonra gedirəm buradan dəyərsiz bir dəqiqə uşaqlar. Bir əmiri çəkməm. Gözlə görmə. Buradan sonra, buradan gəlim məsəl üçün gəlirəm Nubini pizzanini alıram, gəlirəm bezimə. Mənim bezim hanım. Sənin bezin burada. Buradayım. Sonra indi gəlirəm, yavaş gedirəm sinirçi. Gəlirəm bezimə birinci bunu artırmaq üçün. Kəndi budur ki, bir dəqiqə uşaqlar. Lütfen çoxdu yanırıq çünki oyun kastı. Burada gəlirəm levelini artırıram istədiyim qədər. Uşaqlar, oyun bütün hamıda kasır, yəni başqa dostlarımdan oynamışam bu oyunu. Sən də gəl yanıma.
Çala gedir indi miri takip elə. Qaqa Yəni bundan uşaqlar. tez puanlayaq, füjə eləyə çıxaq, çox da kasır oyun. Çala sonra gəlirik pürə qoyuruq və buradan pulumuzu veririk və belə bir şey çıxır. Yəni. Çala onu gəldik budur, yəni çox da batılacaq bir şey yoxdur. Gəlin sıxaq. Uşaq nədir? Çala xal verək, mənim xalım 8. 7. 7 verirəm mən. Nə qədər? Çala xalınızı bir də deyə bilərsiniz. Mən 8. Mən 7. Mən valla 9. 9. 9, okey. 9, 8, 7. Topladıq, elədik 25. 25'i böl 3'ə eləyir 8.2. 2. Elə bir şey. Çala bu dəfə bir qadınlardan ödədik. Amma oyunun tiketi var deyə əladır ona görə. Brainrot'un kaykayını Brainrot Kubak tərəfindən yaradılıb. Tiketli adamdır. Ən sevdiyim şey. Uşaqlar, bu oyundan bugün ancaq Stella Brerot'u oyun Yo, fərqli türdə. gözlüyünə bax girdi. Bir dəqiqə oyuna gec girə bilər. Ya girdi elə. Girir. Ega değerli. Ega cəsarət verin biraz oyunu maraqlı gəlsin sana. İlkisi abi bu biz inşallah Skibidi Tuvalet evreninden alakalı bir oyunlar birleş. Bəli, Stillbrain deyirəm. Daxil bunun yaratdığı Skibidi Toilet şey var. Ona aid də oyunlar bilirsən, yaza bilərsən. Nəsə, problemimiz hələ ki bu deyil. Bizim problemimiz ona xal verməkdir. Nəsə, biraz qışqırdım üzülü sahib. Adı Peter. Tamam, gördüyünüz kimi oyunun məntiqi çox asaddır. Kaykay alırıq. Hə. Yüksəltmələr, yəni bu yüksəltməsi falan alırıq. Uşaqlar bu oyuna da təzə girəndə kasır. Sonra gəlin test puanlayaq. Mən niyə bu oyuna girdim? Mənim puanım oyuna 10 üzərindən 2. Həqiqətən zəfət əmrim 10 üzərindən 2. Qaqa 1. 1. Ega, vətənin xalqətədir. Bu oyun hakikaten de ben göre biraz pisti. Hala yani en düşük hal veririm. Birine yeni hal 1. 1. Ne var? Xallar, çox kritik. 4 xal alır cəmi. 4'ü də böləndikcə 1 xalan çıxır. Yəni ən axırıncı yer Brainrot'un kaykay oyunu olur. Yəni biz bu oyunu pisləmirik. Sadəcə oyuna ekstra əlavə bir şey gətir. Fuge maşinesi gətir. Nə bilim, əlavə məsəl üçün gedib adam Brainrot gətirsin, qoysun, sən ona hədiyyə ver. Və yaxud da Brainrot qoyarsan, ona təklif verə, o uşaq onun təklifinə baxa və bir çox şey. Ona görə bizim qalmış budur. Uşağı dedi. İndi ne başka tür oyunlar da. Stella Brerot'dan Gedirəm. İndi sonraki oyunumuza girirəm uşaqlar. Yəni mən hazırlaşmışam, oyunları kayd eləmişəm. O da Stella Brerot'dan girdi. Hə, Stillbrain Daxtarım da uşaqlar bir dəqiqə gözləyin əzif olmasa. Bəli. Stillbrain'a aid son oyundur. Bu oyun baxaq görək. Bizim hansı oyunuydu? Hə, Brainrot üçün bankları kır oyununu kəsə biləcəkmi? Məncə keçir. Brerot, bu oyunu mən bilirəm. Oyun əvvəl alıb, talıntıdır uşaqlar. Gəl, benim yanıma gəl. Uşaqlar, mən bu Mən oyunda demək olar ki, çox inkişaf eləmişəm və bu oyunu çox sevirəm mən. İnanılmaz çox sevirəm mən. Bir də mən bezimin qabağına gəlin, oyun haqqında məlumat verim, əziz qardaşlarım. Ega, yanıma gəl. Ega, yanıma gəl, Brainrot olma. Ega, yanıma gəl. Bir dəqiqə. Hə. Hə, yanıma gəl. Uşaqlar, oyun gördüyünüz kimi, gəlin birinci mənim bezimə belə tutorialdan baxın. Oyunda Brainrotlar var, buradan pulları toplayırıq. Gəlmirim, mən indi bir də Brainrot olan mənim yanıma gəl, okey? İndi mən biri oluram, nə oluram? Mən Kokofan Telefant olmuşam, normal. Uşaqlar, baxın belə olur, yəni bu da belə görünür. İndi gedir yazıda axtaraq. Pulunu alıram.
Baxın belə Ritm olur. alıram bax. İndi Baxın mən indi bir brain rotam, gəzirəm. Adamlar mənə almağa çalışır. Baxın, baxın, dönürəm. Gerçekmiş. bagacı, hə. Soxar, baxın, dönürəm. Mən bir amir gücə mən al, heç nə çalmayacağım. Mən alındı. Baxın görürsün onu. İndi öz bezini aparır. Mən fakeəm, bu real da ola bilər. Mən fakeəm, indi biri sevinə öz bezini aparır. Deyir ki, Coco Phantom oldu. Deyir amma Adam. görür ki, adam var. Adam burada girdikdə base boş görünür. Yəni Bunu isteyen var, bunu isteyen var, tane 180.000 verir. Azil, Azil. Azil mənim kameramdandır. Gəl məni oğlum sən apar, bezin açıq olduğun zat görsün izləyənlər. ver. Çox sağ ol. Gözlə. Şahindicə ümidini alırsan. Mən yox, Pepe olacağam, Pepe. Məndə buraya yok var. Pepe oldum, Məndə Pepe. har buraya yok var. Göt, Çünkü götürmem. ben sevmeyem. Götür, götür. Ega, fake, Ay, ega, bro. Ha, Bırak. bir nata. Gözlə, adamın biri apardı. Gözlə, Pepe oluram, Pepe. Pepe. Hə. Bax gəldim. Ha. Hə. Aldım, sevinə edirəm. Oha, Pepe. Deyirəm, qaçıram. Adam yazı söylər. Baxın belə olur. Görürəm, kakaş girdi bezimə, istədiyini çala bilərəm, elə çıx bezindən. Mən baxın, bunu da çala Ben bilərəm. 180 Hər şey Robux'um çala ya. Bu bilərəm. oyuna kaçtı. Ben 180 Robux'um ya. 335'in Neyse, ya. boş ver. Kaç demedim neydi saklamadım. Laf yaxşı. Nəysə, gəlin puanımızı verək. Mənim sıkı bir tuvaletim var uşaqlar. Gəlin puanımızı verək və sizlə sağollaşaq. Mənim xalım oyun yəni normaldır, amma dəyərli brain rotdan nadir hallarda gəlir və gələndə də fake olur. Mənim oyun puanım 7 deyil 6'dır. 10. 10. Mən çox Yağlı sevirəm. bir 10. Ega səndən Benden 5. 5 və bizdən aldığı xal Yani bir Yetkidir. vodka. və bu günün qazananı sizcə kimdir? Ben brain rotu taklit etdi. Bir brain rot taklit oldu. Band oyunu da ikinci oldu, üçüncü de Still Brainerd oldu. Hər birinizi sevirik. Ega Michael Jackson şova fikir verməyin. Və bəli, bir gündə görüşənə də hər birinizə sağ ol deyirik və gəlin Roblox ekranından da çıxaq. Hər birinizi sevirik və hansı oyunları oynayaq, hər birini yazın və denəyək. Fərqi yoxdur hansı oyun olsun. Sağ olun. Sağ olun.